Herkese selamlar. Yeni bir Mount and Blade Forward bölümünden karşınızdayız. Natif serisine kalmıştık ve bu bölümün artık devamlı oynamaya devam edebiliriz. Axırıncı dəfə deməli nə varmışdıq? Getmiş və 168, ümumilikdə 102 nəfərlik pul ordu sistemimizi doldurmuş və bunları makslamışdıq. 20.000 dinara yaxında pulumuz, ərzaqımız da ağzına qədər doluydu. Və burada karakterimizin envanter yönetimine verəcəkdik və sıfırdır. Səviyyə alan kimi envanter yönetimine verəcəkdik. Bundan da əlavə Jelbey qalası bizim əlimizdəydi. Yəni bizimdir. 20 əsgər var orada. Eləcə də Dram qalası da artıq bizimdir. Kontolaf və ordular gəlir gördüyünüz kimi və bunların qarşısını alıb yasa bilərmi? Bu kimlə qaçır? Bu Kont Devliyanla qaçır. Oy, üzrsən. İstiqamətdə düşmən orduları məğlub edə bilərik. Kont Devliyanın neçə əsgər var ki, bunlardan qaçır. 116 əsgər var. Jelbey'e biraz əsgər qoya bilərik. Ordu sayları, zirehli süvariləri zat da var. Ən azından burada bir 10 nəfər yerləşdirək. 31 dənə süvariyə yaxşadır. Mən hansından qoydum bura? Səndən. Bunlar zirehli süvari qoydum. Hə, zirehli süvari qoydum bura. Artıq bütün orduları düşmən istiqamətində səfərə davam edirlər. Jelbey bizim də buradan ən azından gələn kənd Ambiyanı biz də yağmalayaq gələk. Burada da əsgərlərimiz səviyyə aldıqca səviyyələrini də verək. Bugün ən azından bir dənə də daha North qalası və yaxud kəndlərini artıq yağmalayacaq bir bölüm. Yəni ən azından bir North qalasında bu bölümə elə keçirməyə çalışacağıq. Kəndi yağmalayaq, kənddə gec yağmalansa belə artıq bizə gəlib, burada heç kim işə bilməz. Bu da bu istiqamətdən bəzi çörəklər satar. Bu full envanterlə dolduraq. Qalanlar ərzaqdır, çörəklərdir, balıqlarımızı geri alaq və bu qədər bəsdir. Bunları aparıb satacağıq. Daha sonra en azından bir Nord ordusu tapılmadı ki vuruşar. Buradan bütün Nordlar geldi, bütün. Bir dənə bu gözünü bilən işə. Bu Clarkus səfərbərliyi əmr edeyim. Sorun var, siz adamlarınızdan varsınız. Tihri mühasirə alacaq. Tihri, nəsə biz qaldığımız yerə gələk və əmrimizdəki bütün zirhlərin bizə Tihri mühasirəsinə qatılaq. Sadəcə 2 dəqiqə eləməsinə ötürü getmişdik. Clarkus saktik yapıb biz də gələk səfərə. Biz də ordularımızdan səfərə qalaq. Kral emrini Kral verdi. Bütün ordular gəldi və Tihri mühasirəsi başlayıb. Yəni qaydalaq bu da. Tihri mühasirəsi başlasın. Tihri məncəfət eləyəcəyik. Bütün notlar gəlir, lakin heç eləyəmir. Gəlib orducaqdan geri qayıdır. 16 əsgər. Clarkus gəlmişəm. Hani bu Clarkus? Yox. Clarkus hani? Clarkus aşağı. Yox. Yaxşı əsgərlə yalnızdayım. Bizə çatandan sonra zad yollayırlar. Onda buraya alaq. Sabah gələcəm. Onda buranı alaq. Bundan da əlavə gedək özümüz bir dənə qala almağa çalışaq. Yumşaq dırmaşı. Kəskin nişancılarla ayrı. Çıxın. Notlar dağda. Mənim əsgərlərin inşallah heç olmaz. Bizə də bir imkan verin. Bir dənə çıxaq. Çıxın. Çıxın. Yerdən 30 daha sonları həll edək. Mən bu oxçuları həll edəcəm. Tamam. Bu qalıyı Tihri artıq almış sayda. Çünki orada artıq buraya giribsə almamız çıxası deyil. Sən. Artıq məncə bizim orada almamız çıxası deyil. Başqa. Bizim orada aşağıdan dəstək gəldi deyəsən. Aşağıdan mı gəldi dəstək? Yox, bu dəstək hardansa gəlir. Aşağıdan gəlmədiyi dəqiqdir deyəsən, yoxsa? Dəstək biridir, hardan gəlir? Ona maraqlıdır. Qabaqdan gəlir. Qabaqda çıxmağa yer varmı ki dəstək gəlir? Məncə var. Bir ay verəcək, ikiz müharibə olmur. Əsas odur qala bizim olsun.
Ha, giriş bulan deyilmiş. Buradandır mı? Buradan giriş yoktur. Olacaq deməli üstdən spamlanır ha. Bizimki vursun olsun. Mən girsəm də bir xeyri yoxdur, girməsəm də bizimki özləri rahat vuruşur. Özümdən 2 vermişəmmi? Bir öldü, bir yarım var mənə. Heç olmaz burada. Mənim şövalyələrimdə bax hamısı vuruşanlar. Məndən 6 nəfər gelir. Ancaq mənim şövalyələrimdə vuruşan. Mənim şövalyələrimizə heç olmasın, qalan ağacına qayır. Ay da, baba məndə ikinci yarar gəldi. Baba çox zadlı. Nokta çok pis yerdə var. Silahlan vura biləcəyim. Gedə. Allah. Səfər da ölüm 122 nəfər, 125 nəfər kəsmişik. Qalada da plus var idi. Rahat 300 plus vardı. Tihri alandan sonra 100'ün 100% əminəm ki, Tihri Klargusa verəcək. Çünki Maraşar Klargusu və dəstək qüvvələrdə çatdı artıq. Ox alacağım. Ox artıq dəqiqdir. Sapla oxla vuruşmaqdan başqa çarəlanmayacaq deyəsən. Ay canısa. Bu burada yerləş gələni keçənlər. İyi. Burada yaman çox tutdum. Sən. Bu çox pis spamlandı bura. Bir də dəstək verəcəyik də. Buradan patlı çək. Bizim 6-cı qüvvələrdir. Spamlanmarlar artıq. Arxımızdadır. Bir dənə buracı alamaraq. Məsələn, biçək qutaraq. Tiki çox tiki verəcək. Tiki həqiqətən oldu. Bu normaldır. Orada gəlir, yox, yəni hələ qutarmır. Kəsdik, 192, yaralı da, kütlüsü oldu artıq, 2. Amma hələ də gəldi. Qalacaq. Bak buradan da aradan işləyək bunlara. Bir yanında gəldilər. Mənim şövalyəm bu yanda qalaqda vurmuşam. Bir dənə fikir verin. Şövalyəm öldürək bir dənə. 2 ölüsü var şövalyəm. Gəldilər hələ. 300, 250-dən çox 2 var, hələ də gəlirlər. Alar böyle geri çəkib ləpədə girək. Çox gəlir, həddən artıq gəlirlər. 300. Mən 600-ə babaki 2 var, 100 plusun üstə 120-130-imiz var. Qabaqdan bir vuruşan bizim zirehli suvarlarımız hamısı. Bu qala mənim şotmanla baxsanız belə. Çık, çıkvarı. Oo, girdik. Qala bizim də. Bu loxsular qaldı, orada kəsmək vaxtıdır. Sən. Bir tane çok haberde o bizim zırhlı süvari basan boşuna başladı. Sonra sormadım hele. Bir tanesi deyəsən o sen benim malım. Sen aşağıdan özünüzü fəda elədik. Hir Svadyanın artıq bir şəhəridir. Axı ki burada da şəhət masajıyıq. 5 ölü 5 yaralı bizdə. Şehrin kalbindeki kara şəhər qüvvələri qalıb.
Alacağıq vuruşa. Burada alacağıq, narahat olmayın. Lan gəl. Lan acemilər qalıb orada. Elə böyük ordular qalmırsa. Biz onu alın. Değil mi? Bitti. Burada al. 6 tane de burada öldürdü. Oo, biri ölü var. Heç olmaz. Qalanın içi qalıb yəni. Gəl. Sən. 2. Burada 3. Başqa? Bitti. Sihir nəhayət ki bizimdir. Sihiri fəth etdik. Sihirə 98 əsgər qoydular. Və buraya əsgər qoya bilirik mi? Yox. Buraya pazar, ərzaq yeri. Biraz ərzaq alaq. Və aldıqlarımızı da buraya sataq. 35 dinar düzmü olur? Al 1470 dinarı. Ya şəhər meydanına. Burada bir artıq işlətmə açmamızın vaxtıdır məncə. Buradan da bir dənə işlətmə açsaq, məncə artıq plusa düşəcəyik. Yəni gəlirlərimiz plus olacaq. Burada. Lonca başqanı hardadır? Məncə qanun yanları tərəfdə olmalıdır. Lonca başqanın yanına geçsək tutuyor. Həmişə buralarda olur Lonca başqanı. Digər modada yaxşıdır. Məsələn, Lonca başqanına bir dəfə görüşünü tutuyor da, şəhərə girən kimi deyil, Lonca başqanına görüşə basan, görürsən. Burada belə deyil. Bunu yıxsan da. Qalxan da götür. Onun üçün nəyə lazımdır? Yəni, tapaq bu da bunu. Aha, Lonca başqanı. Salam aleykum. Sən burada kadifiyə nə qədər verirlər? 561. Aç. 10.000 dinarı ver. Açdıraq. Bir işlətmədə buradan gəldi. Raporlardan haftalıq büdcə raporuna baxanda mənfi 2000-dəy. Burası az gəlir, çünki üstünün ordu maaşı var. Bir də 2 qalanın maaşı gəlir, lakin JLB ilə Dramukdan heç kira gəlmir. Yox, bu həftə nələr olacaq? Hər orada artıq öz paytaxtına qayıdır və tutduğumuz yerdə artıq notları mələtmə vaxtıdır. Nədir Allahına qurbanım? Səfər də dayan deyib, bura gəl. Clark ustamısan, gəl. Bir şey nasıl belə geçirdiyimizi unutmayacağım, mən də biləm. Yönlü kaş var ha, Taylor Rock. Virgin Fina'da. Hala bunu eləyək də, mən bir işim sahasını. Deməli, bir dənə kənd vurarıq yol üstü. Finadaya gəl, həm araxdıraq, həm də bir dənə kənd vuraq. Buru yağmala. Vecimiz elədir. Yağmala vuruyor. Bu da heç kim yağ bizə eləyəməz. Gəlsələr belə kətdə darmalarını eləyəcəyimiz sözsüzdür. Buran alaq. Heç kimə gələnmir onsuz. İnşallah qəşəng pul gələr buradan. Video daha yağmala deyil. Oo, çiçək mi? Oo, pul da pul. Üstü. Hopi! Sən hara gedirdin? Sən bir dənə izləyəcək yox. Sən bir dənə kəsim elə yol üstü gedirdin. Notların əraziləri həqiqi pislər. Vuruşmaq üçün özü bizim oralar üçün çox pisdir. Biri belədir, biri də belədir. 2 dənədir bunlar. Belədir. Belə. Buradan elim vuruşum. Gəl. Buradan eləməyimi özüm istədim. 1 2 3 4 5 Bizim şövalye işlemdən keçdi onsuz. 25 öldü, 26 öldü birilərində. Burada əsir ticarəti mən bilən var. Burada əsir ticarəti. Bir dənə belə bir şey deyəcəm. Bu ayaqsızı silah ancaq. Hücum. Silah sərbəst. Hop. Bu ayaqsızı silah işlətmir. İşlədənmirlər. Əslində buradan bu ayaqsızı silah işlətsəylər, əsir ticarətindən polnu pul götürərdik də, əsir ticarətindən. Nağdı və polnu pul götürə bilərdim əsir ticarətindən.
Bizim orada vuruşurmuş. Bir an geri çəkilmə taktikası eləyək. 11 qaldı. Bir dəfə də hücum çıxaq axırıncı yardım. Yəni pul bayıltıdır. Hücum edin. Nəsə siz Allah. Bizə vuruşun. Əsir ticarətindən pul götürə bilərdik. Gəl əsir ticarəti bizə bayıldan. Bayılanlar məncə boya qırılar bayılda bilərik. Hemen bu qırmızı niyə həliyəm? Birini satdım belki. Birini satıb yenisi. O qalır. Bilmədim. Axırıncı da getdi. Böyük bir qələbə də qazandıq burada. Tamam. Get. Lazım deyirsən. Yəni, nasıl əsir alamaq. Əsir almaq işini düzəldirəm. Sonra buranı mən Penadanı daha sonra Perçini deyildi deyəsən. Perçini zad eləyək keyfinə. Bax, mənfi 371-dir. Tulqa, Jelbi, Dramkondan yerində mənfiyə düşülüb. Biraz daha istək məncə mənfidən çıxacaq. Buradan məsələn İsmilladan gəlib orada ala bilərəm. İsmilladan gəl. Sarrani Svadiya alatdı. Yerin bir müharibə başladı. Bəli. Yeni bir cəbhə açıldı. Vilukoy da almışıq. Bizim bütün qüvvələr buraya dəstək. Məncə buraya imkan verməyəcəklər. Burada dağıdacaqlar. Sarrant müharibəsi başlasa, Sarrant'ın fikrimlə gəlib ilk vuracağı yer bu Reyndi qalasıdır. Reyndi qalasını gəlib naxalı mən bilirəm ki, bulacaqlar. Bir dənə hara qaldı? Terror qaldı deyəsən. Yoxsa mən buradan oldu ardım mı? 5 dənə rahat. Terror'u da gələk son dəfə zad eləyək, axtarış verək. Hop, qəşəng. Bu aldıqlarımız malları gətirib burada da Reyvadindən sataq. Gələk elə yaxın mənzildə də bir dənə də kənd vuraq. Orada dərhal gəlsin Reyvadinlə, orduları da Reyvadində yığılsın və burada acemiləri yayalar və burada şövalyələrə kas. Turnuvayı qatlaya bilərikmi? Turnuva. Turnuva eləyək. Turnuva eləyəkmi? Eləməyəkmi? Eləməyək məncə. Çünki biz belə yağmadan gəldiyimizi ponlu tuturuq. 2197 dənə ponlu bəsimizdir. Ən uzunundan da çörək alaq bəsimizdir artıq. 1900 dinar da buradan gəldi. 11.000 dinarım var. Ox almaq üçün mənim nə qədər ehtiyacım var? Ox üçün. 20 yaya istifadə edəmirəm. Bunu mən yayından sonra düzədəcəm. Osman bir dənə təkərli qılınc versən yaxşı olardı. 382 dinar. Bax beləcək. Başqa varmı ki təkərli qılınc? Yox, 382-lik bəsdir bizə. Bundan əlavə bəlkə budakına qatılaq, plusa gedib yəni kənd vuraq. Tarif. Gələk nə varsınız bilsinizmi? Voyager'i də vuraq. Voyager Kirgiz sülh imzaladı. Kirgizdə bizə müharibə ediləcəksə biz artıq ekonomi olaraq full çökəcəyik. Onsuz Northla müharibədə özünə götür, kral da Tihri özünə götür. Ya da konta versən, yəni marşaya versə bir söz verdim. Ukraynada belə bir pis xəssiyyət var. Baxın, nə deyəcəkdim. Kirgizdə müharibə elan eləsə, bizim onsuz iki rəhbərlərimizin çoxu Kirgizdədir, çökəcəyik. Ancaq bəlkə biraz da olsa Yağmanla həyatda qalar. Çünki Yağmanla həyatda qalmaq həqiqətən yəni fikirləşəndən çətindir. Yağmanla həyatda qalmaq həqiqətən fikirləşəndən çətindir. Kremliyakas, bunlar da Voyager şövalyəsilər. 10.000 dinarım var üstümdə. İndi dayanın. Nə qaraq bilirsiniz? Buradakı mühasirəni yardılar mühasirəni. 139 əskər Münix nədir? Ağlım Osmanlı buna getdi. Uksala gəl. Uksal istiqamətində orada onsuz bütün kəndlər bələk alır. Hamısı yağmalanır və Sarranitdən nağa ayırmaq istəyir. Bəlkə Sarranit ordusunu kəndə çəkək vuraq. Ben bir dənə Sarranitdən vuruşacağam ki. Kənd istiqamətində yox. Kənddə istəməm vuruşmaq. Bir dənə üzr istəyirəm. Hoppa! Kəndlər bizim istiqamətində qatılacaq. Sizinlə gizlidə görüşəməm, eləmi? Bir dənə kənddən olacaq, ona baxmaq istəyirəm. Meydan müharibəsi verəcək. Neçə dənə süvarimiz var? Gəlin onda belə eləyək. Bu müharibədən çıxaq. Ya birinci bu... Bunların hansı vurmanı maraqlıdır. Bir dənə bunu bu da tıklat. Gizlisən görüşəməm, eləmi? Sən bir mən sən kənddə vurmaq istəyirəm. Həfsə mən bunları kənddə aldım. 27 suvara. Pitin hamısını. Yana da yəni pisin.
Onsuz mana elə belə lazım idi. At üstündə vuruşmaqdan ötürü var. Atdan yine vuruşuram olsun. Gəl, mən qılıncımı çək. Gəl. Başlayaq da. Bir aradan çıxsaq. Başlayaq. Hop, bir. Gəl. Sən çox qızışmışdın, sən də gəl. Bu anda gələni vurun. Suvarlar onsuz hər yedir hər şeyi. Tuşu vuruşanda görəsən əgər bayıla bilirəm. Çünki əsir ticarətinin fulluyub əsir kasmağa çalışacağım. Əsir ticarətini fulluyub əsir kasa bilsəm əgər Kərgitlə hər hansı bir müharibə olan kimi bunları da məhv eləmək imkanı var. Çünki Kərginlə müharibə olsa, Kərginin 2 şəhərində bizim işlətməmiz var. Hər aydan da oraya 1000 qızıl pul gəlir bizim cibimizə o işlətmələrdə. Neçə qaldı bunlarda? 48 ölmüş, az qaldı. Neçə? 38 əskərləri qalır. Gəl. Burada get. Gəl. Belki de bir gün orada yani abimiz kadar bir dakika bloktukta inkişaf edir. Vakti zamanında öz krallığımızla kurabilirdik. Xəyanət edən kimi öz krallığımızı kurabilirdik də. Kral harlarsa öyle bir adamdı ki, fəth etdiyi torpaqlar ancaq o yüzden gəldi. Bundan da əlavə inkişaf eləmək üçün ən yaxşı krallıq budur. Gördüyünüz kimi Suvari ilə çox böyük işlər gördük. Hadi 5 nəfərlər qalmış. Bitəcəyincə. Dediyim kimi Suvari ilə gün ələ gəldik, çıxdıq və Suvari ilə də həm çıxa çox böyük işlər gördük. Bu müharibəni aldık, kənddən möhtəşəm bir qələbə. Bir ölü bir yaralı vermişəm mən. Buraya lazım desən get. Mən bu dəqiqə hələ ki o işlə məşğul deyiləm. Gəl. Kətdəmi? İnşallah kətdədir. Sizcə də? Amma 11 süvari də azdır da. Mesela bacardığımız qədər hücum. Peki mən burada arxamda da dayanıb at. Atdan tük. Başla. En azından bir sarı. Ne kadar gördür o kişi. Ben su var buna diyecek bence. Siyah ve açsa buna yaxşı. Çünkü böyle geldi benim de bütün ordum. Mesela 80 su var. Ben bunları tonlu kəsirəm. Gel. Hop. Gel. Hop. Sen de gel. Sen de la. Sen de götür. Sen de payını al. Sen heç qalarsan mı? Səni seçmərəm heç. Böyük kəsdi ya. Mən o suvarların köməyinə yetişək. 1, 2, 3. Kəsin. Dəstək qüvvələr gəlsə püsüdə bu an işi qutardı. Bu nəfər 21 nəfərik. 21 dənə atlı ordum var. Arxadan mı vursan? Yaraşar mı heç? Bunların arasına gidin. Piyadadan pro arasına gidin. Yarın. Gel. 1. Kanım kalana kadar vuruşacağım. Gel. Bura. Bizimkiler. Bura bildiğinizi bile. Ben morçanım. Nereye? Son bir dəfə də gəldi. Neçəsini kəsmiş? 121. Çıxgir edə bilər əslində. Nə? Buna mənim üstümə gələcək mi? Ben nasıl ürətlə gəlsən?
Gəl. Paranı çox böyük gəlmişdi həqiqətən. Burası bu 500 nəfərin kəsilməyə o döydə. Artıq sağdan şöləni də gəlib rahat yağmalaya biləcəyik və full kənd yağmalamaq ən təmizdir. 4 ölümümüz var. 152-153 nəfər də düşməndən gedib elə. Nə də qaldı? Az qalır. Frost'un farmlarına da bir yanında. O da var. Aşağıdadılar. Və bizim işimiz bura qədər. Öldürdülər. Tamam vuruşun. Vuruşmayın. Geri çəkirlər. 4 ölü 3 yaralımız var. Düşmən nə qədər qalır? 91'e 318. Ayrıl. Düşmən ayrılmır mı? Sidenin dili ifədə. Nə də canım qalıb bir dəqiqə? Qrupda 7%. Son bir dəfə girə bilərəm məncə. Böyle ben tarafta. Sənlə nə qədər döyüşəcəm? Fikir. Gəl, son dəfə bunlarla bu kətdə çəkəcəm. Neçə suvari verdi? 35 dənə suvari. Sikdah səndən. Ya Allah. Başlayın. Böyle pis gəldi. Çünki həm suvari sayımız da artıqdır. Düşmən əsas qüvvələrini bunun əvvəl meydanda pişləyib. Ona tərəfiymiş. Ya. Qəşəng. Parlament məmlüklə məhv olunur. Mənlə böyük ordanı məhv edəyəklər. Bunlar əsaslar. Satanı vurun. Satana nallayın, dayanmadan. Qəşəng vurursun həqiqətən bizimkilər, lakin tiklər ölsün. Onsuz 2 dəqiq bu da 2 verəcək. Ya orada yığarıq, problem yox. Hiçbir problem yoxdur. Bununla gəl. Sən də gəl. Polnu. Çox rahat. Mənə biraz ablokayalaq neçəsin pişdi? 70 nəfər piçmiş artıq və bir yanında piçir. Aşağı tök. Oradan ilk yayardım, oxutdum, hamısı girib bir-birinə, hardan gəldim uçdu onsuz. Ben geldim oğlum. Hardan geldim oğlum. Məmlüklər vurulan çoxda, məmlüklər dağıdın. Məmlüklər dağıdın. 3 kilosu olduğunu 150'ye çatdırdıq. Yaralılarla 150 yaralandı. Məzafədə gələcəksə, buna kimi insafsız vurdum var. Bir nəfər mi qapıyorsun? Bana bile gəlir. Bu. Eşək. İyi atılır. 4-3 gene. Son dəfəm girəcək. Mən də son dəfə girəcək. Dayanın bu dəfə. Məni takip edin. Aradan imkan versəniz öz hökümdarınıza deyər. Təpiyə biləni gəlin. Təpiyə çıxın. Elə bir hücum çıxacam ki onlara. Burada zat durun. Bu durumda bayılsın silahlarınızı da alın. Çıxın. Tam bir dənə ortaya yığılışsınlar. Baba, əsl məqamdır. Bax, bunlar da pis sənərəm. Hücum, silah da sərbəst. Başlayın. Qalanca keçəni. Atdan da tükürəm. Oradan
baş ayağında da vuruşam. Ya bu bir. Aradan da çıxardın məni. İnsafsızlıq olmaz belə. 1, 2, 3, 4, 5'i özləri aldı. Qəşəng. Çox qəşəng. Bir sənə alət var. Bu da əsas sorulan dağıtdıq. İndi hücuma davam. Əsas hədəf qarşıdır və biz bu hissəsinə gələk ki, ordu bu yüzdən vuranı biz arxandan gələk. 58 nəfər ilə bu taktikanızı məhv elədik. Bizimkilər artıq əsləndən ortaya çıxmağa başladılar. 1, 2, süvarilər çatdırdı özünü qəşəng. Yəni takip edirsiniz, yox eləmin, yaxşı edirsiniz. Hücum qabağa doğru. Düşmənin son orduları artıq buradadır. Hardan gəldi indi? Hardan gəldi buradan? Onu bizimki süvarilə təmiz tikə elədi bunları. 110 oldu artıq. Az qaldı. Əsas sərə süvarilərə gəlir. Ancaq burada uçdu bir 20 nəfərə yaxın yaralı dəstət, bir 20 nəfər olmasa bir 15 nəfərlik itki pon da verdi və bitdi bunlar. Həqiqi bitdi. Sardan belə elədi, nə oldu? Evet. Allahın köməyindən 500 nəfərlik Sarran ordusunu şövalyələrimizdən kəsdik. Son 23. Burada gedin piçin gəlin, hissəsimi də çıxara deyiləm. Ancaq oxçu qalxan deyirsən yoxsa? Ancaq oxçu və elə bir-iki dənə acəmi ordular qalır. Piçin. Az qalıb. Elə bir şeydir bunlar. Lacıq bunlar artıq rahatdır. Ən rahat şey bildirə bilərdi. Elə çıxsın yesin havası hamısı rahat birlikədir və bitdi. Yəni B buranda mı olur? B buranda olurdu, o da olmadı. Nəysə. Dihul qaçdı, Biliyə qaçdı. Sən kimsən? Quryas, teslim oluyorum. Sən qazandın lan. Get. Ordumuzda puan azaldı. Vayagır yayalarımız 2 kremli, 70 dənə suvarimiz qaldı. Gözlə, buradan çilinən əşyalar vermə ağzı nədir sənin? 3 nəfər azdan çoxdan yaxşıdır. İndi Sarranilər hərə bir istiqamətdən gəlirlər. Hadi takip edək. Bunların da axırını vurmaq üçün gedək. Bu bölümü burada sonlandıraq. Gələn bölümdə görüşərik. Özünüzə yaxşı baxın. Kanalımıza like atıb abunə olmağı unutmayın. Sizin dəstəyiniz bizlər üçün çox önəmlidir. Sağ olun, salamat.